19 illik uzun yolun güzel sonumuz, nəticəmiz çox gözəldir. 2 qat sevinç yaşayırıq. Artıq sayılı günlərimiz qalıb. Qızımız ana olmağa hazırlaşır. Əkizlərimiz dünyaya gəlir. Qızımızda çoxlu problemlər var idi. Genetik faktor, hormonal problemlər, folikul problemi və sair problemlər. Qızımızın 35 yaşı var hal-hazırda və 3 ilə yaxın ara-ara ilə gəlirdi müalicəmizə. Polikistoz problemləri, hormonal disbalans və sair problemlər. Ona baxmayaraq qeyd eləmək istəyirəm ki, 10 il öncə həmləlik olurdu, amma 12 həftəyə kimi çatıb inşaftdan qalırdı və düşüklər olurdu. Düzgün diaqnoz, düzgün müalicə nəticəsində həmləliyimiz əlbəttə ki, bu çətin oldu. 37 həftəyə ona baxmayaraq çatdıq. Hətta 20 həftəsində uşaqlıq boyuna tikiş qoyduq, sirkulyaj qoyduq və hal-hazırda sevinirik. Çox xoşbəxtlik, sizi təbrik edirəm, ana olasınız. Balacalarımız hazırdılar ora. Bəli. Çox sağ olun Elmira xanım. Həqiqətən 19 ildən sonra Qızımız həyəcanlanıb, sevinç göz yaşlarıdır. Mən sizi təbrik edirəm. 19 il bir az müddət deyil. Səbir, inam, bəli və ümid axırı da bəli, gözəl oldu. Əlbəttə ki, göydə Allah. Bəli. Sizin sayənizdə Elmira xanım, həqiqətən inanmazdım. Çox yerlərdə olmuşam, çox müalicələr götürmüşəm də, yəni həqiqətən 19 il az müddət deyil. Tam ümidimi üzmüşdüm. Yenə ömrümün axırına qədər, yəni sizə təşəkkürümü bildirirəm. Yəni bu sevinci mənə 2 qat sevinci hətta yaşatdınız. İnşallah. Mələri qızıl doktorum, möcüzə doktorum, Allah sizə həmişə var eləsin. Çox sağ olun. İnşallah Rakimi sevinək. Əməliyyatımız da uğurlu keçsin. Körpələrlə sizi yola salaq. Balacalarımızla bu xəstəxanadan yola salaq. İstəyənlərə də qismət olsun. Əlbəttə heç kimdə uzun yol olmasın. Bütün evlərdən körpə səsi gəlsin və üzləri hamısını gülsün. Daima. Çox sağ olun.